Salam, hər vaxtınız xeyir olsun. Bugün biz trigonometrik nisbətlər, fiqurların çevrilməsi, koordinatlar üsulu mövzu izahına baxırıq. Deməli, başladıq. Düzbucaqlı üçbucaq və trigonometrik nisbətlər. Düzbucaqlı üçbucaqda iti bucağın qarşısındakı katetin hipotenuza nisbətinə bu iti bucağın sinusu deyilir. Deməli, burada fikir veririk. Sinus bucaq A-nı soruşur. Tutaq ki, buranı bir alfa deyirəm. Mən sinus alfanı tapanda deyir ki, qarşıdakı katet, qarşıdakı nədir? Alfa buradasa bunun qarşısında nədir? Yəni BC-dir. Yəni ona görə yazıb BC bölünsün hipotenuz. Əsas biz nəyə fikir verməliyik burada? Nəyi soruşursa bizdən? Alfanı hara qoyubsa, istəyir bura qoysun, istəyir bura qoysun, düzdür? Ya A-ya qoyacaq alfanı, ya da B-yə qoyacaq. Qaydamız odur ki, alfanı indi A-ya yazırıqsa, onda onun qarşısındakı katetin hipotenuza nisbəti. Əgər alfanı gətirib buraya yazsa, onda biz belə yazırıq. Yenə də həmən cümləni. Qarşıdakı katetin hanı qarşısı? AC. AC-nin onda AB-yə nisbəti olacaq. Əsas mahiyyət nədir burada? Qaydanı öyrənmək, sadəcə yerini əzbərləmək yox ki, tutaq ki, ancaq BC tərəfin bölək AB-yə. Xeyr. Deyir ki, qarşıdakı katetin alfanı hara qoyursa, onun qarşısındakı katetin hipotenuz olan nisbətidir. Gəldik kosinusa. Kosinus da deyir ki, iti bucağa bitişik katetin hipotenuz olan nisbəti. Baxın, indi A-nı soruşur, düzdür? Alfanı bura qoyub. Bunun qarşısında BC dayanıb, düzdür? BC-yə bitişik hansıdır? AC kateti. Bunu deyir. Yəni bitişik kateti. Mənə nəyi soruşursa, alfanı yazdıq ora. Bilirik ki, buranı soruşur. Və biz bilirik ki, kosinusda bitişik katetin hipotenuzu olan nisbəti. Alfanın qarşısında nə dayanıb? BC. BC bitişik nədir? AC. Ona görə AC-nin AB olan nisbəti götürülür. Və yaxud da tutaq ki, alfanı buraya yazsa əgər kosinusda. Onda mən yazıram ki, kosinus alfa bərabərdir. Bitişik katet. Bunun qarşısı nədir? AC-dir. AC bitişik nədir? BC. Onda mən BC-ni böləcəm AB-yə. Baxın, burada diqqətli olun. Bu belə. Gəldik tangens alfaya. Tangens alfa indi tan alfa belə yazılır. Bu formada yadında saxlayın. Deməli, tangens alfanı tapanda deyir ki, indi alfanı yazırıq bura, düzdür? Qarşıdakı katetin, nədir qarşıdakı katet? BC. Bitişik katete AC-yə olan nisbəti. Ona görə belə yazılır. İndi mən tutaq ki, alfanı yazıram buradan. Mən axı qaydanı öyrənirəm. Qaydada deyir ki, bir dəqiqə, qaydada deyir ki, qarşıdakı katetin, bunun qarşısında nədir? Yəni AC. Onda yazıram AC-nin bitişik BC-yə. Əgər məndən tangens alfanı soruşursa, qaydam nədir? Qarşıdakı katetin bitişiyə. İndi burada buranı verib, düzdürmü? Buranı verdiyinə görə, A-nı verdiyinə görə bunun qarşısı BC-dir, bölüb bitişik katet AC-yə. Ancaq mən hər ehtimala qarşı bu versiyasında, indi buradan da soruşa bilər də, niyə də soruşmasın? Buranı soruşanda, onda mən yazacağım ki, qarşıdakı nədir? AC. AC ona görə yazdım. AC-nin BC-yə nisbəti. Bu getdi. Kotangens alfa, kotangensi burada yazmayıb, amma kotangensdə mən yazdım. Deyim ki, burada. Kotangens alfa. Bu isə tangensin tərsidir. Məsələn, burada BC-ni AC-yə bölübsə, onda AC-ni BC-yə bölürük. Elə bir ki, tangensini tapırsınız, çevirirsiniz tərsinə. Yəni, məsələn, kotangens, mən bunu bir dəqiqə təkrar yazım. Kotangens deməli alfa oldu. AC-nin BC-yə, tangensin tərsi. Tutaq ki, tangens alfanı tapmışsınız 4-də 3. Onda kotangens alfa olacaq 3-də 4. Tərs olacaq. Elə tangensi tapıb çevirmək kifayət edir. İndi isə cədvəl qiymətləri var burada. Baxın uşaqlar, bunları siz mütləq əzbərləməlisiniz. Sinüs alfa 30 dərəcədə nə qiymət alır? 2-də 1. 45-də nə alır? Kökdə 2 bölü 2. 60-da nə alır? Kökdə 3 bölü 2. Bu cədvəl qiymətlərdir. Biz bunları əzbərləməliyik. Bunun əzbərləmə metodunu belə deyilir, sizin yadınızda saxlamağınız üçün belə bir
ipucu verə bilərəm ki, bax fikir verin. Sinus 2-də 1-i 30 dərəcədə alır, amma kosinus 2-də 1-i 60-da alır. Belə yadınızda saxlayın. Sinusun 30 dərəcəsi 2-də 1-dir, bunu bildim, düzdür? Məndən kosinus 60 dərəcəni soruşanda yadıma sinus 30 dərəcəni salacağam. O da 2-də 1-dir. İndi sinus 45-də kökdə 2 bölü 2 alır. Kosinus da 45-də kökdə 2 bölü 2 alır. Eyni qiymət alırlar. Bu əla. Sinus 60-da kökdə 3 bölü 2 alır. Düzdür? İndi məndən sinus 60-ın kökdə 3 bölü 2 olduğunu öyrəndim. Düzdür? Məndən kosinus 30-u soruşsa, onda sinusun 60-ını yadıma salıram. Kökdə 3 bölü 2. Tardı getdi. Sonra deməli tangens də burada tan yazaq. Əslində indi dəyişikliyə görə tangens alfa. Tangens alfa 30 dərəcədə kökdə 3 bölü 3 alır. Bunu bəzən belə də yazırlar. 1 bölü kökdə 3. Çünki 1 bölü kökdə 3 irrasionallıqdan azad eləyəndə sürətlə məxrəci kökdə 3-ə vururlar. Olur kökdə 3 bölü 3. Yəni 1 bölü kökdə 3 görəndə birinki 30 dərəcəni demək istəyir. Tangens alfa 30 dərəcədə bu qiyməti alır. Yəni kökdə 3 bölü 3, yəni 1 bölü kökdə 3, 60 dərəcədə kökdə 3 alır. Yəni bu cədvəl qiymətlərini əzbərləməlisiniz. Çünki sadə misallarda misallar göstərəcəm sizə. Misallar qarşımıza çıxacaq. Gəldik parçanın orta nöqtəsinin koordinatları. Parçanın orta nöqtəsinin koordinatını soruşanda, məsələn, A, B parçası verib, M də onun orta nöqtəsidir. Onda deyir ki, x1 ilə x2-ni cəmləyib yarı böləcəksən. Məsələn, tutaq ki, mənə verib, burada yazıram, 2 dənə nöqtə verib, A nöqtəsi 5 ilə 4, B nöqtəsində verib 3 ilə 12. M də ortasıdır bulan. Deyir, M orta nöqtəsinin koordinatlarını tapın. Burada sual qoyub. Onda mən bu deyirik, M ortadır, özü deyir sözündə. Onda biz də bilirik ki, ortanı tapmaq üçün x-ları x-dan toplayıb yarıya bölürük. Bu mənim x-imdir. X-i x-dan toplayırsınız, yarıya bölürsünüz. Elədir 4. Y-i də y-dən toplayıb yarı bölürsünüz. 4 üstə gəl 12 bölünsün 2. 8. Onda bizim orta nöqtəmizin koordinatları birinci x-in qiymətini yazırıq. Sonra da y-in qiymətini yazırıq. 4-dən 8 oldu. İndi isə misal üçün bu misala baxaq. Baxın, ekrandakı uc nöqtələrini verib. Biz onları qeyd eləməliyik. Elə hər gördüyümüz ədədləri toplayıb yarı bölmürük. Fikir verir ki, orta nöqtəni soruşanda orta nöqtə bərabərdir uc nöqtələrin cəminin yarısı. İndi uc nöqtələri nə verib orada? Bir dənə çəkək belə. A-nı elə bir ki, verib burada 1 ilə 2. B-ni özü deyirik, uc nöqtələrdə əvvəlcə qeyd eləyək. Və M də ortasıdır. Ortasıdır. M-i də yazırıq bura 4 ilə 5. Biz də bilirik qaydamız nədir? Orta bərabərdir orta, yəni 4 bərabərdir. X-dən toplayırıq. 1 üstə gəl. X bölü 2. Yəni qaydamız nədir? Orta nöqtə tapmaq. Ortanı tapanda qolları cəmliyib yarı bölürük. İndi ortamızın x nədir? 4. 4 bərabərdir. X-ların cəminin yarısı. Bir də y 5 bərabərdir. 2 ilə y-in cəminin yarısı. Buradan da hesablayanda 1 üstə gəl x bərabər çarpaz vursaq 8. X oldu 7. Buradan da 2 üstə gəl y bərabərdir 10. Y də bərabərdir 8. Deməli bizim B-imizin koordinatı 7 ilə 8. Birinci x-in qiymətini yazırsınız. Sonra y-in qiymətini yazırsınız. Ondan sonra gəlirik düz xəttin bucağı əmsalı ilə bağlı. Ondan qabaq mən bir neçə burada 1-2 qeydlər deyim. Sonra keçək düz xəttin bucağı əmsalına. Baxın. X bərabərdir. Tutaq ki 2. Mən bu funksiyanın qrafikini çəkmək istəyirəm. Biz onda neyində? Sabit funksiyadır bu. Onda biz x-in 2 nöqtəsini qeyd eləyirik. X-in müsbət yerindədir 1, 2 qeyd elədik burada. Və həmən yerdən y oxuna paralel çəkirik. Baxın, bu yadda saxlayın bunu. Bunun qrafiki belədir, sabit funksiyanı. İndi gəlirəm y-nə yazıram. Tutaq ki, y bərabərdir 5 verib. İndi mən bunun qrafikini çəkmək istəyirəm. Deməli, bu da sabit funksiyadır. Və onu y oxunda qeyd eləyirəm. 5 çox veririk, peki 3 verək. Şəklimiz də balacadır. Y-i 3 veribsə, y oxunda qeyd edirsiniz. 1, 2, 3. 3'ü buradan yazıram və onda x oxuna paralel çəkirəm.
Bunun qrafiki də belədir. Bu belə. İndi gəldik düz xəttin bucaq əmsalına. Gəlin əvvəlcə düz xəttlərin qarşılıqlı vəziyyəti haqqında danışaq ki, buradan da keçid alaq. Deməli, xətti funksiyanın qrafiki nədir? Düz xəttir. Və y bərabərdir. Kx plus b şəklindədir. Xətti funksiya. İndi k burada nədir? K'nın adı bucaq əmsaldır. Bucaq əmsalı. Burada vəziyyətlər yaranır. Hansı vəziyyətlərdir? Birinci. Gəlin onda bir yazaq burada. Y bərabərdir. 2 dənə xətti funksiya. K1 x üstə gəl B1. Bir də olsun y bərabərdir. K2 x üstə gəl B2. Şəklində bir nümunə yazdıq. Bunların qarşılıqlı vəziyyət haqqında danışaq. Birinci. Burada əgər K'lar fərqli olsa, onda qrafiklər bir nöqtədə kəsişir. Bir nöqtədə kəsişir. Kəsişir. Yəni, məsələn, tutaq ki, deyir ki, y bərabərdir, biri olsun 2x plus 4, bir də olsun 5x çıx 4, 1. Baxın, k'larına fikir verin. K'sının biri 2'dir, digərinin k'sı da 5'dir. Biri k1 olsun, biri k2 olsun da fərqlidir həqiqətən də. Onda bunlar kəsişirlər. Gedirik ikinciyə. K1 vurulsun K2 mənfi 1'ə bərabər olarsa, onda deyirik ki, qrafiklər perpendikulyar olur. Perpendikulyar olur. K'ların hasili mənfi 1'ə bərabər olarsa. Əgər K'lar eyni, B'lər fərqli olarsa, yəni bu şərt olarsa, onda deyirik ki, qrafiklər paraleldir. Çox vacib qaydalardır. Bunları qeyd edin. Qrafiklər paraleldir. Çünki bu misallarda indi yazacaq birazdan. Məsələn, y bərabərdir 3x plus 4. Bir də y bərabərdir 3x çıx 7. Həqiqətən də k'lara baxın. K1 3'dür, digəri də 3'dür. Ancaq b'lərə baxın. B'nin biri 4'dür, digəri mənfi 7'dir. Şərtimizi ödədi. Deməli ki, paraleldir. Gəldik dördüncü. K1 bərabərdir K2'yə və B1 də bərabərdir B2'yə. Olarsa, onda deyirik ki, qrafiklər üst-üstə düşür. Məsələn, y bərabərdir 5x minus 11, digər də 5x minus 11. Yəni, eyni funksiyanı görürsünüzsə, deməli ki, bu üst-üstə düşür. Yəni, variantda eynisini axtaracaqsınız. Bu belə getdi. İndi, deməli, biz bucaq əmsalı, bizə 2 nöqtə verilərsə və burada düz xəttin bucaq əmsalını tapın deyə soruşarlarsa, onda biz nə edirik? Dəstəkdə burada yəni qayda olaraq düstur verilib. Ancaq mən o düsturla yazmıram. Çünki düstur yadımızdan çıxa bilər. Əzbərçilik lazım deyil.
Əzbərçilik o zaman lazım olar ki, həqiqətən də vacibdir ki, biz onu əzbərləməliyik, onu düsturla həll edirik. Amma biz bunun sadə yolunu bildiyimiz halda düstura gərək yoxdur. Yəni beynimizi boşuna məşğul eləməyək. Gəlin bunu qəşəng bir həlli yolunu sistem tənliklə deyəcəm sizə. Deməli, məsələn, bir misal götürək. Yazaq məsələn. A2 mənfi 1. Elə buradakini götürək yazaq. Və B4 3 verilib. Necə yazır bu? Hə, bu yaxşıdır. Bu verilib və düz xəttin bucağımsa. Yəni K-nı bizdən soruşurlar. K sual. Onda biz nə yazırıq? Y bərabərdir Kx plus B xətti funksiyanın düz xəttin tənliyini baxın yazırıq belə. Əlimizdə altında qaldı. İndi bir dəfə A nöqtəsini qoyuruq burada yerinə. Bir dəfə B nöqtəsini yerinə yazırıq. Ondan sonra sistem tənliyi alınacaq. Birinci gəlin A nöqtəsini yazaq. Birinci nədir? X-in qiymətidir. İkinci Y-in qiymətidir. Yazırıq ki, rahat olsun yerinə yazmaq. Deməli, 2-ni vururuq K-ya. Üstünə gəlirik B. X-in yerinə 2 yazdım. Bərabərdir mənfi 1. Bu birinci. Bir dəfə də indi B-ni yazıram. Deməli, bu X-in qiyməti, bu da Y-in qiyməti. 2 vurulsun 4. Yox, 2 vurulsun 4 yox. Mən hara baxdım. Kx plus B. 4 vurulsun K. X-in yerinə 4 yazıram. Üstə gəl B bərabərdir 3. Düzdür? 2 dənə burada baxın. Nə alındı? 2 dəyişənli tənliklər sistemi. Düzdür? İndi getirik bunu. Yazırıq burada sistem şəklində. Həll edirik. Tardı. Belə. Bunu da həll eləmək üçün yuxarıda mənfi 1-ə vuraq, B-ləri aparaq. Olacaq mənfi 2K çıxılsın B bərabərdir müsbət 1. Aşağıda yerində qaldı. Və biz toplama üsulunu aparırıq. Müsbət B, mənfi B getdi. Toplayırıq. 2K bərabər oldu 4-ə. K oldu 2. Tapdıq. Ucağı misalı. K bərabərdir 2. B-ni soruşdular. Əlbəttə K-nın 2 qiymətini aparıq. Tənliyin istənilən ya aşağıda, ya yuxarıda, harda ürəvisi 4 dənə yerlərin birində yazıb B-ni tapa bilərik. Bu belə. İndi gəlirik. Bunu dedim. 2 nöqtədən keçən düz xəttin tənliyin rahat üsuluna mən qeyd etdim. İndi gəlirik misal üçün. Düz xəttin tənliyini indi nümunələrə baxarıq. Fiqurların çevrilməsi dönmə. Gəlin baxaq bura. Burada sürüşmə deyəndə göründüyü kimi fiqur sürüşür. Eyni zamanda, yəni ya sağa, baxın necə sürüşməyin görsü şəkildə göründüyü kimi paralel köçürdü, yəni sürüşür. Dönmə, fırlanma, yəni bu döngülər haqqında indi danışacağam. Yəni ya sadə qərib istiqamətinə dönür, ya da sadə qərib əks istiqamətinə dönür adı üstündə. Gəlirik dönmələrə. Ondan əvvəl mən burada dönmələr haqqında bir qeydlər aparaq. Qələmi də ağına yazaq. Dönmə. Bir döngü, bir dönmə 90 dərəcədir. 2 dönmə, 2 dəfə dönmə, yəni 180 dərəcə, 2 dənə 90. 3 dönmə 270 dərəcə, 4 dönmə 4 dəfə dönərsə, yəni fiqur olur 360 dərəcə. Yəni 4 dəfə dönəndə artıq tam öz halına qayıtmış olur. Tutaq ki, bu A hərfidir. Mən bunu 360 dərəcə döndərirəmsə, artıq bu gəlib yenə özünə qayıdacaq. Tam döngü olurdu ona görə. Bunları yadımızda saxladıq. İndi nəyə fikir verəcəyik biz burada? Burada əsas bir qayda yazdıracağam. Yəni şəkilsiz formada biz o döngüləri tapmaq üçün. Çünki bizdən soruşacaqlar, məsələn, bir dənə nöqtəni verir, deyəcək orada, bir dəqiqə. Orada bizdən soruşacaq ki, məsələn, saat əqrəbinin hərəkəti istiqamətinə 90 dərəcə dönərsə və ya saat əqrəbinin istiqamətinə 270 dönərsə, onda bu nöqtə hansı nöqtəyə çevrilir? Onları mən qayda olaraq yazıram, yəni şəkilsiz şəkildə. Burada qaydada əzbərçi kimi olur. Bunu əzbərləmə çətindir, amma rahat versiyada mən sizə deyəcəm indi onu. Baxın. Məsələn, bir də nöqtə götürürəm A, X, Y nöqtəsi.
İndi 90 dərəcənin tək misli. Tək misli nədir? Yəni 90 dərəcədir, bir də 270 dərəcə. 90-ı 1-ə vuranda 90 eləyər, 90-ı 3-ə vuranda 270. Yəni tək ədədlərə vururam da. Yəni tək misli budur. Aha, 90 dərəcənin cüt misli nədir bəs? Bunu özüm ayrıca əvvəldən göstərəm ki, qaydada rahat başa düşürsün. Cüt misli, yəni 2-yə vurulmuş və ya 4-ə vurulmuş versiyası. 180 dərəcə və 360 dərəcə. Bunu yazdıq bura. Bunu bildik, yaxşı. İndi belə bir qayda var. Yazırıq indi. 90 dərəcənin tək misilində misillərində x və y yerini dəyişir. Məsələn, tutaq ki, x, y verirsə olur y-x. Yerini dəyişir. İşarə rübə görə tapılır. İşarə rübə görə tapılır. Məsələn, deyir ki, A nöqtəsini verib 5 ilə 9, düzdür? Mənə deyir ki, burada 2 istiqamətdə olar. Saat əqrəbinin istiqamətində, saat əqrəbinin hərəkət istiqamətində. İndi onu göstərəcəm. Saat əqrəbi hərəkət istiqamətində istiqamətində 90 dərəcə bir də 270 dərəcə hər ikisini yazaq. İstiqamətində dönərsə hansı nöqtəyə çevirilər? Baxın, necə rahat tapacaq bunu. Deməli, bunu tapmaq üçün nə edirik? Biz dedik ki, 90 dərəcənin tək misilində hər ikisini özüm yazdım ki, daha aydın başa düşürsən. 90 dərəcənin tək misillərində dedik ki, x və y yerini dəyişir, amma işarə rübə görə tapılır. Düzdür? İndi mən də yazıram bura A 5-9 nöqtəsi, düzdür? Tez bunun yerini dəyişirəm. Nə alınır? Onda burada alınır ki, 9 ilə 5, düzdür? Bunu yazdıq, amma işarəsini bilmir. İşarə rübə görə tapılır. Gəlin tapaq. İndi mən burada çəkirəm şəkili. Rüblərdə yerini tanıyırıq da, rüblərimiz harada yerləşir. Bura 1, bura 2, bura 3, bura 4'ü yazdıq. Bu A5-9 nöqtəsi x-in tutaq ki 5'i buradadır, y-in də 9'u tutaq ki buradadır, düzdür? Bu bizim A nöqtəmizdir. A bildim ki bu birinci rübdə, düzdür? Saat əqrəbi istiqamətində, saat əqrəbi necə gedir? Baxın, belə gedir də, üz aşağı, düzdür? Ona görə saat əqrəbinin əksi desəydi, üzü belə gedəcəkdim mən. İndi yaxşı. Saat hərəkət istiqamətində, yəni üz aşağı bu formada dönəcəm və bu 90 dərəcə dönübdə bir döngü, yəni bir addım gedib. Burada yazmışdıq 90 dərəcə, bir dönmə 90, 2 dönmə 180. Yəni bir dönmə bir addımdır, 2 dönmə 2 addımdır, 3 dönmə 3 addımdır. Yəni 3 dənə rüb getməkdir. Məsələn, bu 90 dərəcə dönməsi, bir dənə döndü gəldi bura, düzdür? Bir döngü gəldi. Bu hansı rübə düşdü? 4-cü rübə düşdü, düzdür? Onda bu oldu 4-cü rüb bu. Bu nöqtə 9 ilə bu çevrilən nöqtə 4-cü rübdədir. 4-cü rübə baxıram ki, x-in müsbətdir. Baxın bura, x-in nədir? Müsbətdir. Y-in mənfidir. Onda mən y-ə mənfi qoyuram. X-in müsbətdir. Onda mənim cavabım oldu 9 ilə mənfi 5. Gördünüz necə rahat oldu. Deməli, indi mən nə etdim burada? 90 tək misil olduğuna görə yerlərini dəyişdim. Rübü tapmaq üçün də əvvəl nöqtə, verilən nöqtə var. Nə verilib? Bu verilib də 5-9. Getdim onu qurdum. Baxdım ki, birinci rübdədir. Baxıram, hansı istiqamətlə gedib? Saat əqrəbinin hərəkət istiqamətində gedib. Görürəm ki, 90 dərəcə soruşur. Aha, bir döngü, bir addım düşdüm aşağıya. Birinci qarşıma çıxan 4-cü rübdür. 4-cü rübün işarəsinə baxıram. X-in müsbət, Y-in mənfi. Gəlin indi 270 dərəcə üçün yazaq bunu.
270 dərəcə üçün hesablayaq. Deməli, yenə eyni nöqtəni yazıram bura. A 5 ilə 9. Axı biz bilirik ki, tək misilində dəyişir də adını. Yerini dəyişir. Olur 9 ilə 5 işarəsini təyin eləmək üçün gedirik yenə nöqtəni qururuq. Bu x, bu da y. İndi A nöqtəsini burada bir düzdür. A nöqtəsi buradaydı. Bu birinci rübdür. Deməli, saat əqrəbinin hərəkət istiqamətinə 270 dərəcə. 3 döngü getməlidir. Çünki 93 misildir. 3 döngü. Bu A buradadır, düzdür. Buradadır. Bir döngü gəldi bura. 1, 2, 3. 3 döngü. 3 addım getdi. Hara düşdü bu? Bura. Yəni, neçənci rübdür bu? Bir, ikinci rübə düşür də. İndi ikinci rübə işarəyə baxıram. X-in bu sol tərəfi mənfidir. X-in mənfidir. Onda birinci mənfi atdım. Baxıram, y-də 20 müsbətdir də. Deməli, onda y müsbət qalmalıdır. Cavabım oldu da mənfi 9-dan 5. Deməli, biz nə edirik? Döngüləri tanıyırıq ki, 3 döngü deyəndə 3 addım gedirəm. 5 döngü, 5 nə idi? Üzr istəyirəm. 3 döngü deyəndə 3 addım gedirəm. 2 döngü deyəndə 2 addım gedirəm. 1 döngü deyəndə 1 addım gedirəm. Və işarəmiz də rübə görə təyin olunur. Hara düşürsə, ona uyğun da təyin edirik. Gəlin, indi saat əqrəbinin hərəkətinin əks istiqamətində olana baxaq. Məsələn, elə bu nöqtədən danışaq. A-nı verir bizə 5 ilə 9. Saat əqrəbinin hərəkətinin deməli, əks istiqamətində. Məsələn, indi cütdən də yazarıq. Əvvəl təkləri qutaraq. Sonra. Əks istiqamətində 90 dərəcəni tapaq. Əks istiqamətində. Yenə də A nöqtəsini qeyd edirəm. Bu A-nı yazdım bura. Uc bilirik də A buradadır, birinci rübdə. Əks deyəndə artıq mən hansı istiqamətə getməliyəm də aşağı gəlməyəcəm. Belə gedəcəkdir. Düzdür, əks deyir axı, bu istiqamətə gedəcəm. Yəni yolumu bu tərəfdən döndərəcəm. Biri var ki, mən başlayanda soldan başlayayım ya da sağdan başlayayım. Bu sol istiqamətinə gedəcək. Onda başlayırıq. 90 dərəcə, bir döngü. Buradaydı, A oturub yerində. Bir döngü gedirəm, əks istiqamət. Bura düşür, düzdür? Aha. Ona görə qarşıma çıxan ikinci rübdür. Burada işarəyə baxıram. X-in mənfidir. Deməli, mən birinci bunların yerini dəyişeyim. Çünki 90 dərəcə 9 ilə 5 yazıram. Baxıram ki, X-in mənfidir. Aha, X mənfidir də. Soldadır. Onda bura mənfi atıram. Y müsbətdir. Olur cavab nə? Mənfi 9 ilə 5. Hamısı yəni bu istiqamətdən gedir. Gəlin indi cüt misillə eləyək. İndi A-nı götürək. A5, 9-u götürək. Hansı istiqamətdə? 90 dərəcə yox, 180-ə 270. 180 dərəcə döndərək. Saat əqrəbinin hərəkət istiqamətində olsun. Onda bu cüt misil olduğuna görə biz qaydada demişdik ki, olduğu kimi qalır, yəni yerlərini dəyişmirəm. 5 ilə 9 olduğu kimi qalacaq. İndi işarəyə görə mən qrafik çəkirəm. Adi nöqtəni yenə qururam burada. Bildiyimiz bir şey, çətin bir şey yoxdur burada. Düzdür, A-nı qeyd elədik. Bunu bilirik də qurmağı. Saat əqrəbinin hərəkəti istiqaməti deyir. Yəni, onda mən belə getməliyəm də bu istiqamətdə. Yəni, sola getməyəcəm, sağa doğru gedəcəm. 180 dərəcə 2 döngüdür, 2 addımdır. Bir addım düşdü bura, bir addım düşdü, ikinci addım düşdü bura. Deməli, mən bura baxacam artıq. 2 addım getdim, düzdür? 1, 2. Elə olmur ki, 2 addım orada. Hə, indi bunu silək buradan. Deməli, A düşdü bura. İndi baxıram bura, X-in mənfidir. Onda mənfini atdım X-in qarşısına. Y-in də mənfidir. Onda Y-in də qarşısına mənfi atdım. Baxın, bunlar bu istiqamətdə, yəni belə həll olunur. Əsas odur ki, 90 dərəcənin tək misilində yerlərini dəyişirlər. İşarəsini rübnə görə tapıram. Cüt misilində yerlərini dəyişmirlər. Yenə də işarə rübə görə təyin olunur. Gəldik simmetriyaya. Deməli, bir dənə nöqtə götürürük, tutaq ki, 2 ilə 7 bizdən soruşacaqlar. X oxuna nəzərən simmetriya və yaxud da OX da yaza bilər və yaxud da absis oxuna nəzərən də yaza bilər. Eyni sözlərdir. X oxuna nəzərən simmetriya deyəndə nəzərən bildinizdə simmetriya yazmıram. Onu çevriləndə nəyin adını çəkirsə ona yəni heç bir şey etmirik. Olduğu kimi qalır. Digərini mənfiyə vururuq.
Yəni x-in adını çəkdiyinə görə x-a əl vurmadıq. X olduğu kimi qaldı. Digəri mənfiyə vurduq. Gəldik məsələn. Bura şiddet yazaq fərqlənsin də, bu eyni olmasın. A 2-dən 7. İndi y oxuna nəzərən deyir. Y oxuna nəzərən. Qısa yazdım burada. Onda nəyin adını çəkir burada? Y-in adını çəkir. Onda biz Y-ə əl vurmuruq. Y olduğu kimi qaldı yerində. Amma digərinin işarəsini dəyişirik. Gəldik. Bizdən soruşacaq Y bərabərdir X oxuna nəzərən simmetriya. Onda biz nə edirik? Onda biz bunların yerini dəyişirik. Deyir ki, X Y bərabərdir. 7, 2 yazırıq. Amma bizə yazsa ki, Y bərabərdir mənfi X. Onda biz həm yerini dəyişirik, həm də işarəsini. Yəni, hər ikisini mənfiyə vururuq, həm yerlərini dəyişirik, həm də hər ikisini mənfiyə vururuq. Burada əlavə olaraq mən əlavələri də qeyd edəcəm. Məsələn, A nöqtəsini 2 ilə 7 verəcək. Deyəcək ki, koordinat başlanğıcına nəzərən ya 0,0 yazır belə, ya da ki, deyir ki, koordinat başlanğıcına nəzərən. Onda hər ikisini mənfiyə vururuq. Mənfi 2, mənfi 7. Yəni, yerlərini əl vurmuruq dəyişməyinə. Koordinat başlanğıcına nəzərən simmetriya deyəndə sadəcə və sadəcə koordinatların hər birini mənfiyə vururuq. Yəni, yuxarıdakı ilə qarışdırmayıq ki, orada yerlərini dəyişdirdik. Hərəsinin özünə görədir. Sonra, soruşa bilər bizdən, məsələn, burada hər hansı bir x-in bir nöqtəsini verər, 2 verər, 5 verər, 10 verər, fərqi yoxdur. Məsələn, 3 verib. Onda deyir ki, hesabla. Ona nə edəcəksiniz? Verilən bu x3 var, onu 2-yə vurursunuz. Buradakı 2-yə vurmuruq. Gəlin, bunu dəyişin, başqa bir şey yazın. Tam aydın olsun deyə. Məsələn, A nöqtəsini verib 6 ilə 1. Deyir ki, tutaq ki, x bərabərdir 3 nöqtəsinə nəzərən simmetriyanı soruşur. Onda nə edəcəm? Biz bu verilən bu x var, bu x-in qiymətini 2-yə vururuq. 2-ni vurdum x-in qiymətinə. Qayda budur. 2-yə vurursunuz, çıxırsınız buradakı x var. X-dan x hesablayaram da mən. Çıxırsınız x-i. Tutardı, getdi. Y-gəl vurmuruq. Olduğu kimi qalır. Nöqtə daha da sərgəli yazsaq. 2, 3, 6, 6-dan 6 çıxdım, 0-dan 1. Məsələn, birdən başqasını yazıram. A nöqtəsi 6 ilə 1-i yazaq. Tutaq ki, x bərabərdir 9-a nəzərəm. Onda yenə də 2-ni vurursunuz x-in qiymətinə, çıxırsınız burada olan x-i. Qayda odur, çıxırsınız x-in qiymətinə. Olur, 18-dən 6 çıxanda 12 ilə 1. Amma bizə y-i versə, məsələn 6 ilə 1-i verib, deyir ki, y bərabərdir 3-ə nəzərəm. Burada da eyni qaydanı, eyni işi burada da görürük. X əl vurmuruq, x olduğu kimi qalır, çünki x-dən söhbət eləmir. Bizə y verir. 2-ni vurursunuz verilən y-in qiymətinə, çıxırsınız, burada y nədirsə o, 1 yəni. Bu da olacaq 6 ilə 6-dan 1 çıxanda 5. Bu misallar bu qayda ilə həll olunur. İndi gəldik homotetiya. Baxın, homotetiya nədir? Homotetiya müstəvinin özünə çevrilməsində ixtiyari iki nöqtə arasındakı məsafə eyni dəfə dəyişərsə, belə çevrilmə oxşarlıq çevrilməsi adlanır. K burada oxşarlıq əmsalıdır. Baxın, homotetiya yəni oxşarlıq çevrilməsidir. Məsələn, belə bir nümunə ilə baxaq. Məsələn, mərkəzi koordinat başlanğıcında olan K bərabərdir 2 əmsallı homotetiyada A2-1 nöqtəsi hansı nöqtəyə çevrilir? Baxın, 2 dəfə elə bir ki, böyüdürsünüz də bunu. A2-1-i 2-yə vurursunuz. Yəni, K-mız 2-dir. 2-ni 2-yə vurduq, nə olacaq? 4, 1-i 2-yə vurdunuz, 2 və salam. Baxın, şəkildə göstərib ki, o həmin o nöqtəni qrup ki, burada göstərir ki, necə? Yəni, 2 dəfə böyüdüb. İndi gəlirik misallar üzərindən bir neçə nümunələrə baxaq, daha da bizə aydın. Baxın, katetləri 3 və 4 olan düz bucağı, 3 bucağın, kiçik eti bucağının sinusunu tapın. Bir dənə birincinin həllini yazaq. Bir dənə düz bucağı, 3 bucaq çəkirik. Katetləri 3-dən 4-dür. Qeyd edirik, bura 3, bura 4. Onda iti bucağın sinusunu soruşur. Yaxşı. Özə kiçik iti bucaq. 3 bucaqda belə bir qayda var. Böyük bucaq qarşısında böyük tərəf durur,
kiçik bucaq qarşısında kiçik tərəf və yaxud da kiçik tərəf qarşısında kiçik bucaq. İndi burada kiçik 3-dür, düzdür. Onda həmin o alfanı bura yazıram. Yəni bunu soruşur da. Məndən 3-ü yazdığım tərəfi soruşur. Və bir də tamamlayaq. Mən sinusu tapmaq üçün qayda öyrənmişəm ki, sinus alfa qarşıdakı katetin hipotenuza nisbətidir, düzdür? Mənim də hipotenuzum yoxdur. Onun üçün Pifaqor teoreminin köməyi ilə hipotenuzu tapıram. Pifaqor nə idi? Bura 1x yazsaq. 3-ün kvadratı üstə gəl 4-ün kvadratı bərabərdir x-in kvadratına. 9-un son 6 25. X kvadratı 25-dirsə, onda x-im oldu 5. Deməli, mənim hipotenuzum 5-dir. İndi qarşıdakı katet nədir? 3. Bölürəm hipotenuza 5-ə. 5 də 3. Yəni, o da 10-luq gəlsənə 0,6 C bəndi. Belə. Gedirik indi. Məsələn, baxın, 3 nömrəli tapşırığa baxın. 3 nömrəli tapşırıq cədvəl qiymətidir. Mən bayaq dediyimi cədvəl qiymətlərini əzbərləyin. 30 dərəcədə nə alır? Kökdə 3 bölü 2. Tangens 30-da da qiymət alır. 1 bölü kökdə 3. Yəni, siz bu qiymətləri normal qaydada toplayacaqsınız, hesablayacaqsınız. Yəni, cədvəl qiymətini əzbərləməlisiniz. Bu belə. Hə, bir də mən trigonometrik eynilik deyəcəkdim. Aha. Onu da bir dənə yazaq bura. Trigonometrik eyniliklər. Deməli, birinci sinus kvadrat alfanın üzərinə kosinus kvadrat alfanın gələndə 1 eləyir. Məsələn, sinus kvadrat 30 dərəcə üstə gəl. Kosinus kvadrat 30 dərəcəni gördünüz. Deməli, bunun cavabı 1-dir. Bu eynilikdir. Yəni, bunu öyrənməlisiniz bu qaydanı. Sonra bu belə. Sonra gəlirik ikinciyə. Tangens alfanı kotangens alfaya vuranda 1 eləyir. Məsələn, tutaq ki, tangens 45 dərəcə vurub kotangens 45 dərəcə. Yəni, alfalar buradan eyni olsa, cavabını 1 götürürsünüz də. Bu belə. Getdik üçüncü. Tangens alfa bərabərdir. Sinus alfa bölünsün kosinus alfa. Bunu əzbərləyəcəksiniz. Yəni, baxın 8-ci tapşırığa. Tangens alfa bərabərdir. Deyir, hansı doğrudur? Biz bu düsturu, eyniyi bilməliyik. Dördüncü. Kotangens alfa tangensin tərsidir bilirik də. Onda kosinus alfanı böləcəm sinus alfaya. Sonra. Gəldik nələrə? Çevirmələr. Deməli nədir? 90 dərəcənin tək mislində hələ ki, belə deyək də, bir yazmayaq. 90 dərəcədə sinus alfa kosinus alfaya, kosinus alfa sinus alfaya çevrilir. Tangens alfa kotangens alfaya, kotangens alfa tangens alfaya kotangens alfa tangens alfaya çevrilir. Məsələn, yazaq ki, sinus 90 dərəcə çıxılsın alfa. Deyir, bunun cavabını yazaq. Nə edirik? 90 dərəcə görən kimi sinusca, sinus nəyə çevrilir? Kosinusa yazırıq, kosinus alfa. Məsələn, kosinusu yazıram.
90 dərəcə çıxılsın alfa. Nə yazırıq? Sinus, kosinus da sinusa çevrilir. Qaydaya əsasını görürsün rahatda. Tangens yazıram. Tangens 90 dərəcə çıxılsın alfa. Nə oldu? Kotangens alfa. Kotangens 90 dərəcə çıx alfa. Onda olur tangens alfa. Bu belə. Məsələn, deyir ki, sinus 40 dərəcəni kosinusla yazmamızı istəyir. Orada 9 nömrəli misalı yazıram. Sinus 40 dərəcəni kosinusla yazmamızı istəyir. Mən də belə yazıram. Sinus 90 dərəcədən nəyə çıxsam 40 eləyir, 50-ni çıxsam, düzdür? Gör, nə yaxşı yazdım. Qaydamız nə idi? Deyirdi ki, 90-ı gördün, çevirirsən və yanındakı bu alfanı qoyursan bura, düzdür? Belə yazmışıq da. Mən də həmin qaydanı yazıram, bərabərdir. Sinus çevrildi bu 90-a görə kosinusa, yanına da 50-ni yazıram. Oldu kosinus 50, düzdür? Sonra, məsələn, başqasını yazaq. Sinus 20 dərəcə çevirmək istəyirəm. Onda yazıram. Sinus 90-dan nə çıxsam 20 eləyir, 70 dərəcə. Onda belə orada sinus 90-da çevrildi, kosinusa 70-i də yazdım yanına. Və yaxud ki, başqasını yazaq. Tangens 50 dərəcəni yazmaq istəyirəm. Tangens 50 dərəcəni yazanda 90-dan nə çıxsam 50 eləyir, 40-a çıxsam, düzdür? Tangens 90-da çevrildi, kotangens yanına da 40 dərəcəni yazırım. Bu qədər. Gəldi, deməli, düz xəttin bucaq əmsal haqqında qaydanı demişəm. Bu qaydaları demişəm. Bir dənə paralelliyi ilə bağlı misal üçün burada 19 nömrəli misal var. Bu formada bir misaldan nümunə yazaq. Bundan da dərsimizi yekunlaşdıraq. Deməli, 19 nömrəli misal deyir, -1, -3 nöqtəsindən keçən və y bərabərdir -2 qısqılsın 5 düz xəttinə paralel olan düz xəttin tənlini yazın. Deməli, bizə verib -1-lə -3-ü, düzdür? Və bir də y bərabərdir -2 qısqılsın 5 düz xəttini verir ki, buna paralel bir düz xətt tənlini yaz. Mən də paralellik qaydasından bilirəm ki, k-lar eyni olmalıdır, düzdür? Tez bunun k-sına baxıram ki, bu k -2-dir. Aha, bildim ki, mənim digər düz xəttimin də k-sını -2 yazmalıyam. Bu qaydamı buradan tətbiq elədim. Və həmin o düz xəttin yazmaq üçün kx plus b-ni yazdım bura. Bundan başlayacağım da yazmağa, düzdür? K-mız da -2-dir. Mənə buradan deyir ki, paralel olsun. Mən də burada k-nın yerinə -2 yazıram. -2 qız üstəgəl bir əla. Bura qədər yazdım. Bundan sonra nə edəcəm? -1, -3 var. Ha, bu nöqtəni gətirib burada yerinə yazıram. Burada qəşəng yerinə yazacağım indi. Gəldik. X-ımız -1-dir, y-imiz -3-dür. -2-ni vururam. X-in qiyməti -1-ə, üstəgəl b bərabərdir, y-im də -3-dür. 2 üstəgəl b bərabərdir -3, b də bərabərdir -3-dən 2 çıxaram, -5. B-miz tapdım -5. İndi sərgəli funksiyamı yazıram. Y bərabərdir, k-mız -2-dir, yanına x yazdım. Və b-miz də -5-dir, çıxılsın 5. Görürsünüz, nə qəşəng bir paralel şəkildə düz xəttin tənlini yazdıq. -2 çıxılsın 5 C bəndi. Baxın, bir də təkrar başdan deyəcəm. Baxın, 19-da bizdən soruşulan nədir? Nöqtə verilib və düz xəttinə paralel olmasını istəyir. Mən paralel qaydasını yadıma salıram. Xətti funksiyanın qarşılığı vəziyyətini qeyd etmişdim yuxarıdakı. K-lar eyni olmalıdır. Burada da mənə özü elə hazır verib ki, bax vermişəm deyir sənə bu düz xətdir. Buradan paralellikdən istifadə elə. Paralellik üçün K-dan -2-ni götürdüm. Qeyd elədim ki, burada mənim -2-im burada var. Deməli, mən kx plus b-ni yazacağım. Orada k-nın yerinə -2 yazdım. Oldu əla. Y bərabərdir. -2 qız üstəgəl b. Bundan sonra mənə nöqtə verir. Bu nöqtə nə etməliyəm? Yerinə yazmalıyam da. Yazdım yerinə. Buradan b-ni tapdım. Və salam. Y bərabərdir. K-mız məlumdur. -2 qız. B-miz də -5 olduğuna görə çıxılsın 5 yazdım. Müsbət olsaydı müsbət 5 yazardım. Ona görə də bizim cavabımız oldu. C bəndi. 44 dəqiqə 21 saniyədə artıq danışırıq. Saat 2-yə qalıb 10 dəqiqə. Dərsimiz bu qədər. Sağ olun. Hələlik.